Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin təsisçisi Arzu Əliyeva Şəki səfəri çərçivəsində ilk olaraq Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Onlar müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum uşaqlar üçün yaradılan şərait, onların təlim, tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə tanış oldular. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim edildi. Onların yaradıcılıq bacarıqları və səhnə çıxışları maraqla qarşılandı. Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin kollektivi və uşaqlarla xatirə şəkilləri çəkdirdi, onlara hədiyyələr təqdim etdilər. Bundan sonra onlar Şəki Xan məscidini ziyarət etdilər. Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov tərəfindən kompleks barədə ətraflı məlumat verildi. Bildirildi ki, 18-ci əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini, mədəni və tarixi memarlıq abidələrindən biridir. Məscid Hacı Məhəmməd Hüseyin xan tərəfindən inşa edilib və bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Sonda Leyla Əliyeva və Arzu Əliyevaya Qurani Kərim hədiyyə olundu. Səfər çərçivəsində onlar həmçinin bərpadan sonra Şəki Tarix Diyarşünaslıq Muzeyi ilə də tanış oldular. Təmir zamanı muzeyin interyeri tamamilə yenilənib. Bərpa və konservasiya prosesinə Şəkinin tarixi, mədəniyyəti, ənənəvi sənətkarlıq, etnografiya və kulinariya irsinə əks etdirən 3000-dən çox maddi mədəni eksponat cəlb olunub. Hazırda muzeyin elmi inventarına daxil olan 1826 eksponat sərgi salonlarında nümayiş etdirilir. Daha sonra Leyla Əliyeva və Arzu Əliyevaya Şəbəkə Emalatxanası və Təlim Mərkəzinin yerləşdiyi tarixi binada aparılan bərpa işləri barədə məlumat verildi. Bu memarlıq abidəsi 19-cu əsrin birinci yarısında hərbi ehtiyaclar üçün tikilib. Yerli inşaat materiallarından çay daşı və bişmiş kərpic vasitəsilə tikilən bu tarixi abidə Şəki memarlıq üslubu ilə Avropa memarlıq üslubunun sintezini özündə əks etdirir. 1970-ci ildən isə bu abidə Şəki sənətkarları tərəfindən Şəbəkə Emalatxanası kimi istifadə edilir. Tarixi emalatxana binasının bərpası ilə yanaşı müasir standartlara cavab verən ağac emalı və mişarlama üçün yeni funksional bina da inşa edildi. Burada şəbəkə sənətinin tədrisi üçün lazımi avadanlıqlarla təchiz olunmuş təlim otağı fəaliyyət göstərir. Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva tanınmış şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşdü. Şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak etdilər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlığını bildirdi, ustaya və şagirdlərinə uğurlar arzuladılar. Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva açıq havada Şəkinin qədim şirniyyat növlərinin hazırlanması prosesi ilə tanış oldular və nümunələrin dadına baxdılar. Onlar həmçinin Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində fəaliyyət göstərən Abad Keramika və Tətbiqi Sənət Mərkəzində oldular. Leyla Əliyeva və Arzu Əliyeva abadçı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış oldu. Keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak etdilər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırıldı. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür etdi. Milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirdi. Onlara yeni yaradıcılıq uğurları arzuladı. Sonda mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirildi. Vüsaləm Məzzadə, Elxan Rüstəmov, ASTV Xəbər.